Size Nil Monze'nin yayımlarından birini təqdim edirəm. Nəzərinizə çatdırım ki, Nil transdır. Keçmişi, yəni kişi cinsi olub. Tanıyanlar mütləq ki var. O da maraqlı söhbətlər edir. Öz keçmişini göstərir, videolarını öz keçmişi haqqında danışır. Ve indiki durumu hakkında danışır öz izleyicilerine. Keçid edirəm videoya izlemeye başlamamışdan önce rica edirəm videonu like edək. Elə bir ki, Ramin'in qıtarda oğlan yoxdur mənə. Küstüm var. Kızlar, özünüze değer verin. Bak, sizde problem nedir? Özünüze değer vermişsiniz. Yani bir adam onda elə bir kimse yok. Dünya qıtarda elə bundan başkası yok. Ama o gider ondan daha geçenki gələr. O gider ondan da geçenki gələr. Niye o sizi yorursak? O sizin peşinizden sürünsün. O sizin için ölsün bitsin ki sizin kimi qızı kaybediyor. Özgüvəniniz olsun. Bak, oğlana şey verəndə belə budurdan da elə bilir ki, mən çünki oğlan psixologiyasında bilirəm. İndi əvvəllər oğlan olmuşam axı. Birisi də yəni ki, mən əvvəl oğlan olmuşam. Və ona görə oğlan psixologiyasında bilirəm, qız psixologiyasında. Yəni mən bir dəqiqə bir oğlan necə başdan çıxarmaq lazım da bilirəm. Bir oğlanı necə özünə bağlaya bilirsən, onu da bilirəm. Niyə? Çünki əvvəllər deyəsən oğlan olmuşam mən. Ona görə. Hani bir dəqiqə siz sadəcə qəlbinizlə düşünürsünüz. Yəni siz düşünürsünüz ki, Allah mən bunun adını çıxıb buna 5 ay vaxt ayırmışam falan. Elə bir şey yoxdur. Oğlanları nə vaxt istikli çəksən, olur sənin üçün dalınca köpək. Bu yazıq İranlı 3 ay, 4 aydır sıra gözləyir özünə. Ki sevgili olsun mənimlə. Göstəreyim yeni manitayı. Açın. Yeni enişlərimizi göstərirəm sizə. Ne bu? Kukla diye kukla. Kocam da kocam. Kız necə baştan çıxarma olur? Bilmiyorum, kızlar baştan çıxarmamışım. Mən oğlanlar baştan çıxarmışım. Məndən mi kız necə olur? Kız necəsən? Yaxşıyam. Sən necəsən? Uşaqlar come in. Bəs sən hamilə deyildin. Kaçmaza gəlmirsən mahnılar az. Yeni mahnı çıxardım gələcəm. Kaçmazda nə var ay uşaqlar? Biz balaca vaxtı yemək yəndə həmişə məsafədə sulu yemək gəlirik. Ətlər həmişə yiyəcək. Uşaqlar ekranı beğenin. Yeni lox xeyirli olsun. Lox özün sana az. Kaçmazdan gıcık olur. Ama her kaçmazda gelsen hele bir ki toyxanaya girmişsən. Sıma var, ləmpə, nə bilim, badımızdan xiyar, biber dolması. Elə bir ki şeye gelsən, palatka toyuna gelirsən. Akşam ləmpə zat, kaptan girmənin əllərində ləmpə zat gözləyirlər ki, gəlin. Ləmpə tutansınız ha, o necə şey dekorasiyadır. Allah haqqı elə bir toyxanaya girmişəm. Sıva var çayı, ləmpə. Bir dənə yerində yengə zadı qoyun ləmpənin belə, tutan yeri ləmpəni. Dəlixana da kaçmaz. Boşu-boşuna pul yiyip de hacı neydi hacı bala aptal bu yok. Neydi o Allah belasını vermiş. Koca kişi Naxçıvanlı öldü gitti. Abi bu kaçmazın evvelki icra hakimiyyətinin adı neydi o baştan xarab. Uşaqlar. Elnur İsmailov sən axtar. Yaxşı edir. Elnur mənim nömrəmi bilir. Axtarmağına gerek yok. Şəmsəddin gör. Kaçmaza ayrılan pulu pox elədi qoydu. Sımava, ləmpə, ördək, qaz, eşək. Kaçmazda dövlət pul ayırıb ki, ya kaçmazda zavod deyik, nə. Cəmaat işsiz, güçsüz küçələrdə gəzir. Şəmsəddin onu ləmpə qoyur. Ləmpə tutan oğul, ləmpə tutan. Gör. Cəmaata iş yeri açmaqdan, normal bir gün ağlamaqdan, bir kasıb adamlara bir kömək eləməkdən,
Bütün günü park tikirdi, lampa koyurdu. Park tikirdi, samavar tikirdi, lampa koyurdu. Bu adam bir parkı 3 dəfə bir ildə kafeli değişirdi. Bir ildə bir parkı 3 dəfə kafeli değişər. Heydər Əliyev parkının 3 dəfə kafeli değişirdi. Heydər Əliyev uca, siz bilmedik ki hansı parkdır. Mən nə hardayım deyirdi Allah. Git oğlum da git. Bütün günlərlə belə bir dənə şapkası da vardı, koyurdu başına. Uzun da böyle paltosu var. Yanırdı. Heydər Əliyev parkına elə bir ki, diləncilər oldu. Xudat dilənciləri oldu. Diyar parkının ağzında girən kimi yalvarır. Bu da yanırdı bütün gün o parkın başında. Şeyliyə, nədir onun adı? Kafellər dəyişər. Bu dəyişib, bunlar oradan dəyişib, bu başa çatmadığı üçün bu tərəfdən tezdən dəyişib dala qayırırlar. Git oğlum git. İlk gündə qoydu Xaçmazın içində. İndi bu təzə icra hakimiyyəti bilmirəm. Bunu tərifləyirlər təzə gələn oğlanı. Cavan uşaq gəlib gedim. O biri ilk gündə qoydu Xaçmazı. Nə günə qoydu bütün dünyanın. İnanırsan ki, onu özü indi bu əvvəlki Şəmsəddinin vaxtında çox pul ayrılıb. Haqlıdır, niyə qıcı bezirdi. Əvvəl Şəmsəddinin vaxtında çox pul ayrılıb Xaçmaza. Heç nə olunmuyor baxın. İndi bədbəxt oğlu gəlib bunun vaxtında pul ayrılmır Xaçmaza. Xaçmaz kimi yer, Allah Xaçmaz Batum kimi yer deyir. Sinanski Batumdan qəşəng olar Xaçmaz. Dəniz, meşə, hər şey var. Batumda bir dənə dəniz var, meşə yoxdur. Xaçmazda bir dənə qəşəng turizm obyektləri yaratmaq olar Nabran tərəfində. Dənizlə meşə bir yerdədir. Hani inanın ki, bütün Gürcüstana gələn turist hamısı Azərbaycana gələr. 7 pox qoydu işte, bu qədər pul ayrıldı büdcədən. Hamısını kafelə, simavara, nə bilim, ördəyə, ata eşeğə, bir dənə park yaradıb icra hakimiyyətinin qabağında zürafə, dəvə, şirinlərlə. Zalım olası, heyvanat aləmi qoysun, gel Afrikada yaşa. Niyə gəlib Xaçmazda yaşayırsan? Hiç. Nabranda otellərin çoxu dəniz kənarındadır, qurban olmuş sənə. Bu Gürcüstandakı kimi, Batumdakı kimi otellər yoxdur axı səviyyəli. 3 gündə də amma. Gelirsən otelə adamın necə qayıdacaqlarını bilmirlər. Normal dövlət nəzarətində otellər tikilsəsində 10 dənə 5 ulduzlu otellər bilməm nələr. Həm insanlar üçün iş yeri olar. Həm də ki qəşəng turist çəkər. Siz nə Gürcüstan pox bir ölkədə 7 milyon 8 milyon turist gəlir bir ildə bura. Heç nə yox, bir dənə Batumisi var. Gürcüstanın bir dənə Batumisi Tiflisi var, başqa heç bir şey yox. Görün indi ildə 8 milyon Azərbaycandan turist gəlsə bu dövlət büdcəsi nə qədər iş yerdir yəni. Hər oteldə 20 nəfər işləsə 10 dənə otel tikilsə 200 nəfər az deyil Xaçmaz kimi yer. Bax Xaçmaz elə bir yerdir ki, Xaçmazda 5 dənə zavod deyik. Bax iceberg zavodu var da, konserv zavodu var məsələn. Görün nə qədər Xaçmazda orada işləyir, nə qədər insan oradan çörək qazanır. 5 dənə 10 dənə otel tikilsə, 5 dənə qəşəng obyekt tikilsə, hər evdən bir nəfər işləsə ən azından hər evə 300 manat, 400 manat girərdi hər ayda. İnşallah ekonomi yəni. Ailenin üç uşaqsı 2. İkimiz də oğlanıq. İndi maaş yüksəkdir. Nil daxilən xoşbəxt deyiləm. Yəni, necə deyiləm? İçində bir boşluq var da. Bu sevgi deyil. Baxın, insanlar deyir ki, ailəsi. Bu heç biri deyil. Mən belə bir siz necəm? O kafamdakı insan deyir də. Yəni, kafamdakı insanı tapa bilmirəm. Hani, o xoşbəxt ola biləcəyim, əylənə biləcəyim. Yəni, onu bir kez tapmışdım Hakan. O da ayrıldı, bitdi də. Yəni, biz bilmirəm də, anlata bilmirəm. Hər şey eləyə bilirəm, ala bilirəm, amma içində belə bir qəribə bir boşluq var. Belə bir sıxıntı var. Dünya alem vecimə deyim mən, biraz eləyim. Niyə ayrıldınız? Ayrıldıq da o vaxtlar ayrıldıq, gizli elədim, mən ayrıldım. Mən də həmişə eləyəm. Ölürəm ayrılmaq üçün birindən. Deyir, amində də eləydim. Ölürəm gedir birindən ayrılmaq üçün. Və ilişkini 3-4 ay eləyirəm, 3-4 aydan sonra sıxılıram. Yəni, qarşımdakı insan mən önce sıxmağa başladığında sıxılıram. Nə vaxt olursan? Nə bürcüsən? Oğlaq bürcü, yüksələn məqrəbdir. Bir də mən pulu çox sevirəm. Həqiqətən pulu çox sevirəm də. Nə bürcüsən deyil, oğlaq bürcüyəm. Aşırı pulu çox sevirəm. Yəni mənim üçün pul və bir yerə gəlmək mənim üçün hər şeydən önəmlidir. Bax, mən məsələn, indi açıq danışaq da, mən indi ilərdə ağlımda var ki, gözəllik mərkəzləri yaratmaq belə. Sırf niyə mən şeyi sevirəm, şan şöhrətli falan da, yəni. Sırf Nil Monze'nin markasını yaratmaq üçün, o gic-gic danışanları susturmaq üçün, bəlkə mən oradan heç pul da qazanmayacağım da. Amma eləyəcəm. Adama oxşamırsan. Heç nə Akif. Qoy oxşamayım. İç səndən təmizdir. Aha, başqa? Gözlərimdə linza yoxdur, öz gözlərimdir. Əqrəb elədir, mən də eləyəm. Senin cəyəcdən nə fərqim var? Deyirəm də Azərbaycanda çox yüksələn necə bilək? Doğulduğun saata görə. Xaçmazda açacağım da, ilk Bakıda açacağım, ikincini Xaçmazda açacağım. Üçüncünü Sumqayıtda. Amma işləyəcəyim adam o Nil oğlağı necə? Nil nə deyir? Nil oğlağı necə süründürək? Nil oğlağı süründürmək diye bir şey yoxdur bax. Oğlağı mən özüm oğlağı biləcəm də, sevgilimdən ayrılmışam, heç vecmədir. Heç vecmə də deyil. O deyirəm ki, ondan ayrılmışam, ondan da ayaqsını tapacağam. Və ya, deyim, çox nadirən, oğlaq bürcü çox nadirən birine aşık olur, takıntı olur. İçində takıntı olsa da, heç vaxt bəlli olmaz, heç vaxt sürünməz, özü çox yekəbaşdır ya. Oğlaq bürcünün belə birinə çox şey eləməsi üçün belə, nə bilim, belə çox, bəzən belə çox içirsən, belə şeyin olur, belə insan belə sadəcə bir səsə ehtiyacı olur. Ancaq elə də, belə yoxsa normalda vecmə olmur. Mənim şəxsən vecmə deyil. Oğlaq soyuqlarında olur. Oğlaq ölsə də kiminsə dərdindən gedib şeyləyən deyil.
Mən səni sevirəm. Mən özümə deyim. Bax mən çox oğlan bəyənirəm də, tabii bir oğlan bəyənirəm. O mən nəsə deməsə, mən 1 ildə getsə, 3 ildə, 5 ildə getsə, mən qayıdıb ona heç vaxt demərəm. Bilməm səndən xoşum gəlir, sevgili olarsa. Niyə qalın gelmişsən? Çünki soyuqdur, akşam mən başım ağrıyır. Limon yeyim görəm. Ailələ rəqəm var. Var. Uşaqlar ekranı beğenin. Keşfetten yeni gelenler. Yukarıda burada takip düğmesi var. Size demirler ama var. Onu bir daha bakın, basın görün nece olur. Bir daha takip düğmesine basın görün nece olacak. Bir oğlanı nece süründürebilirim. Bakır oğlana. Ne oğlan olsam sürünmərəm. Dur bunu zəng edeyim. Kaçta bizi bildi ha. Necə, nasılsın? Sen nasılsın? İyiyim. Ben aynı 29'u gelmeyi istiyorum İran tarihiyle. 50 dolara bilet var. 50 Tamam. 50 dolar, 50 dolar. Ha biliyorum. Onlardan al ben. Batum'da İran'da gelmem 50 dolar, gidende 100 dolar. Aya. Batum'da. 50 gelende 100 gidende. Başa düştüm. Ama Batum'da hardan alım? Ben sana alacağım, ben sana alacağım. Sen ne zaman gelirsen? Ben işte bu hafta gelmek istedim. Aynı 19'u. Batum tarihine oldu. Ben geldim Batum'da, sen geldin İran'da. Ben bu haftada Perşembe günü. Ben 3 günden sonra geldim Batum'da. Sen gelsen İran'da. Sen hala. Ben Təbrizə gedeceğim. Sen Təbriz'de? Ha. Niye Təbriz'de? Bir tanıdığım uşaq var. Onun yanına geleceğim. Ben de geleceğim biraz Təbriz'e. Sana alacağım biri sana. Ben geldim hala, sana biri alacağım. Buradan hardan alırlar bilet? Ben sana alacağım site'da sana alacağım. Tamam bildim saatte. Buradan alabilir miyim? İraniyan site sana alacağım. Göstereceğim. Sana aldım. Sana göstereceğim ki bugün sen git orada min. Tamam bildim. Yani sen kendine kadar 5 tane 2 günden sonra geldim. 5 tane yer kaldı. Birden bilet kıtarsan ne yiyeceğim? Kurtarmaz. Sen. Kurtarmaz sen. Ben sana zar vuracağım. Sen bir dakika. Tamam. 5 dakikadan sonra git sana vuracağım. Tamam. İnşallah İran'a gelin. İnşallah ekranı beğenin. Bir şey bilmiyorum. Onu deyəndə 50 dolara bilet bitəcək 5 tane yer. Onu buradan necə alacağım bilmem ama. Çünkü dur. Diyeceğim bir şey. Hadi. Hadi ne yapıyorsun? Oğlum. Nasılsın? Tabi sen danıştın. Danıştım. Ne dedi? Diyor ki bence özüm 3 güne geldim oraya ben sana alacağım. Diyorum ki 3 güne diyorum kurtaracak da bilet. Ne mi ne? Diyorum özüm 3 güne geldim oraya. Aha. Ben sana alacağım bilet diyor. Dedim ben 3 güne Allah kurtaracağım. aşkına kıymeti anlatmak şu. 7 dolayı bazı 7 dolar. Şey hansı sayt? Sen saytın adını bana değil ben özüm alım. Ha saytın adını dedi sen alın. Tüm 5 nefere zerfiyat var. 5 nefere yer var. Tahu, hava kıyma o saatte dolar. Tamam. Saytın adını da bana yazarsan. Hadi. Bu da ben yoldaşlık. O kimdi? İnternetin pisti. Alo. Alo. Şu an kapalı game lazım. Ben İran geldim. İran'da bir şey pisti de internet bileti. Hele bir ki şeyde kaldı. Bak şimdi İran'ı başım bırakıp geldim şeye Moskova'ya. Nece fikirdi? He? İran'ı başım bırakıp belki Moskova'ya geldim ya Sankt Peterburg'a. Come joba. Rogolokar. Hı?
Ya Sankt Peterburg'a ya Moskvaya gedin. Ha değil, bu da benim yoldaşım. Bununla gelmiştim Batum'ya. Aa, Pərvinin aşkı. Merhaba, necəsən? Pərvini də gətirin. Yok getirme. Kalbin en küsüm. Niyə küsmüsən? Niyə? Kahve olan. Ha? Hele böyleydi. Aramır. Zengben vurmuş onun için. Sən zəng elə də onda. Ya ben ne kadar zenginim? Bir defa ben zenci vururum, bir defa da o vursun. Her sene olması ben zenci vururum. Ve benim sevgilim de adım var. Bir Pelin'le benim tutması yok. Onun da sevgilisi var. Yoxdur. Var? Var. Baba hiçbir sıra. Son defa aramıştım, bana dedi ki sevgilim gelip de onunla. Valla. O da hər gün beyinə yatır, hamının sevgilim deyir. Bilmirəm ki, Ha valla. Ha valla. Celene bir dönem vurulur. şey deyim, mən sayta atarsan, nə adın? Hadi. Ha. Mən sayta atarsan, mən özüm alacağım oradan. Saat değişir. Abi İslam'dan da bakıyorum o zaman. İslam nedir? Bu da örneği oradan desin baksın. Hele İslam'ın dedikodu. İslam yok. Çok vardır ya. Vursun İslam, Pars'tan vursun İslam. Ne biledi? Alfas başa ne iş? Baba bak. Sen gözüküyor. Yolda. Sən firmanın adını yaz, sən firmanın adını yaz mənə, mən özüm baxacağam. Ya. Şey var ya, şey var, onu yükləyərəm telefona, oradan baxa balarım. Ya. Dur bir dənə baxım görüm, hələ danışa bir dənə baxım görüm, Batum Tehran biletlərini. Yaz. Batumi, Tehran. Yaz Batum'u Tehran. Shit. Nə ona baxım da, dəqiqə.